Hər vaxtınız xeyir. Rusiyanın dövlət başçısı Vladimir Putin bu günlərdə beynəlxalq gündəmə səs salan bir açıqlama verdi. Ukrayna ilə heç bir ilkin şərt olmadan danışıqlara hazıram və görüş yerini də seçmişəm. İstanbul. İlk baxışdan bu çağırış sülhə bir addım kimi görünə bilər. Amma siyasətdə ilk baxış heç də həmişə gerçəyi əks etdirmir. Bəzən belə çıxışlar daha çox qarşı tərəfi və beynəlxalq ictimaiyyəti çaşdırmaq, təşəbbüsü ələ almaq və öz maraqlarını qorumaq üçün edilir. Putinin bu addımı da istisna deyil. Çünki onun hər sözünün və hər təklifinin arxasında böyük siyasi hesab var. Bu gün cavab axtaracağımız suallar bunlardır. Putin niyə məhz indi bu çağırışı edir? Niyə məhz İstanbul? O doğrudan da müharibəni bitirmək istəyir, yoxsa bu sadəcə növbəti diplomatik kombinasiya cəhdidir. Beləliklə, niyə məhz İstanbul? Türkiyə uzun illərdir münaqişə tərəflərinə öz vasitəçiliyini təklif edir. 2022-ci ildə də Rusiya ilə Ukrayna arasında ilkin danışıqlar məhz İstanbulda keçirilmişdi. Bu şəhər həm coğrafi, həm siyasi baxımdan neytral zona sayıla bilər. Amma bu neytrallığın içində Moskva üçün bir rahatlıq da var. Türkiyə, Rusiyaya qarşı sanksiya tətbiq etməyən nadir NATO ölkələrindən biridir. Eyni zamanda iqtisadi əlaqələr davam edir, liderlər arasında birbaşa və çevik kommunikasiya kanalları qorunub saxlanılır. Putin üçün İstanbul bir növ həm qərbə açıq mesajı vermək, həm də təzyiqi azaltmaq üçün seçilmiş məkan funksiyasını daşıyır. Putinin bu addımı həm praktik maraqlara cavab verir, həm də görüntü yaratmaq üçün nəzərdə tutulub. Niyə məhz indi? Bu cür çağırışlar siyasətdə təsadüfi olmur. Onlar adətən hansısa prosesin, daxili narahatlığın və ya qarşı tərəfə yönəlmiş siqnalın nəticəsi kimi meydana çıxır. Kreml bu günlərdə danışıqlar təklif edirsə, deməli bunun arxasında konkret səbəblər var. Birinci səbəb, beynəlxalq siyasi ab-havanın dəyişməsi. ABŞ-da Trumpın siyasi səhnəyə qayıtması və Qərbdə Ukraynaya dəstək məsələsində bir qədər soyuqluq hiss olunması Moskvada müəyyən ümidlər yaradıb. Rusiya başa düşür ki, sonsuz müharibə həm Ukrayna, həm də onu dəstəkləyən ölkələr üçün ciddi iqtisadi və siyasi yükə çevrilir. İkinci səbəb, cəbhədəki vəziyyət. Rusiya böyük qələbələr qazanmasa da, müdafiə xəttlərini sabitləşdirib və bəzi istiqamətlərdə irəliləyiş əldə etdiyini düşünür. Bu zaman kəsiyində danışıqlar masasına təşəbbüslə gəlmək Kremlin fikrincə daha sərfəlidir. Onlar diplomatik masaya zəif yox, nisbətən möhkəmlənmiş tərəf kimi oturmaq istəyir. Üçüncü səbəb isə daxili amillə bağlıdır. İqtisadiyyatın durumu, sanksiyaların təsiri və Rusiya cəmiyyətində müharibənin uzanmasından doğan yüngül narazılıq Kremlin qərarlarına dolayı təzyiq yaradır. Belə hallarda sülh təşəbbüsü görüntüsü daxili auditoriya üçün də bir mesajdır. Biz istəmişik, qarşı tərəf imtina edib. Bəs atəşkəs niyə yoxdur? Əgər doğrudan da Putin sülh istəyirsə, nəyə görə atəşkəs təklifi etmir? Bu sualın cavabı əslində çox sadədir. Çünki o, bu təklifi sülh üçün yox, vəziyyətə nəzarəti əldən verməmək üçün irəli sürür. Atəşkəs o deməkdir ki, Ukrayna mövqelərini bərpa edə bilər, qərbdən əlavə silah alar, cəbhədə daha sistemli müdafiə qurular. Kreml isə bunu istəmir. Onlar prosesin nəzarətdən çıxmasından ehtiyat edir və düşünürlər ki, hərbi aktivlik Rusiya üçün daha əlverişlidir. Digər tərəfdən, atəşkəs Putinin daxili siyasi obrazına da zərbə vura bilər. Rusiya cəmiyyətinə müharibə xüsusi əməliyyat adı ilə yeridilib. Əgər indi heç bir şərt olmadan atəşkəs elan edilsə, bu Kreml üçün sanki uğursuzluğun etirafı kimi yozula bilər. Ona görə də danışıqlar var, amma silahlar susmur strategiyası seçilib. Həm görüntü verilir, həm də hərbi əməliyyatlar davam edir.
Bəs Putin İstanbula gedəcəkmi? Zelenskinin çağırışından sonra hamının ağlında bir sual var. Putin doğrudan da İstanbula gedəcəkmi? Bu suala cavab vermək üçün Putinin keçmiş davranışlarına baxmaq kifayətdir. O, adətən birbaşa danışıqlara yalnız son mərhələdə, nəticənin az qala məlum olduğu şəraitdə qatılır. İlk raundlara isə ya texniki heyət göndərir, ya da daha aşağı səviyyəli nümayəndə heyəti ilə kifayətlənir. Bu həm məsuliyyətdən yayınmaq, həm də nəticəni əvvəldən öz xeyrinə yönləndirmək üçün istifadə olunan taktiki yanaşmadır. Bu dəfə də fərqli olmayacaq. Çox güman ki, danışıqlara Rusiya tərəfindən elə əvvəlki təcrübədə olduğu kimi siyasi çəkisi az, amma səlahiyyəti olan bir nümayəndə, yəni sözü deyən, amma qərar verməyən biri göndəriləcək. Putin isə məsafədən izləyəcək və nəticədən asılı olaraq ya prosesə sahiblənəcək, ya da məsuliyyəti nümayəndələrin üzərinə yıxacaq. Qərb tərəddüddədir. İnansın, yoxsa rədd etsin? Putinin bu addımı qərbdə də suallar doğurub. Bir tərəfdən sülh təklifini rədd etmək, sülh istəməmək kimi yozula bilər. Digər tərəfdən bu təklifi qəbul etmək, Kremlə diplomatik üstünlük vermək deməkdir. Qərbdə başa düşürlər ki, Putin bu çağırışla həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə biz konstruktivik mesajı verməyə çalışır. Amma bu çağırışda real güzəşt əlaməti yoxdur. Heç bir şərt dəyişməyib, ərazilərdən çıxmaq məsələsi gündəmdə deyil, atəşkəs təklif olunmur. Bütün bunlar göstərir ki, bu danışıqlar təklifi əslində siyasi və informasiya alətidir. Kreml bu yolla Qərbin Ukraynaya dəstəyini zəiflətmək, ictimai rəyin bəsdir artıq, danışın deyəcək səviyyəyə gəlməsinə nail olmaq istəyir. Bəs bu təklifin arxasında nə dayanır? Ən vacib sual budur. Səmimi sülh istəyidir, yoxsa yeni oyundur? Əgər soyuq başla baxsaq, bu daha çox siyasi və psixoloji üstünlük əldə etməyə hesablanmış bir manevrdir. Kreml müharibəni bitməsinə yox, mövcud mövqelərin hüquqi və siyasi baxımdan möhkəmlənməsinə çalışır. Sülh görüntüsü altında məqsəd əslində Ukraynanın daxili və beynəlxalq dayaqlarını zəiflətməkdir. Bu həm də Qərb Ukraynanı tək qoyur görüntüsünü gücləndirmək üçün atılan addımdır. Əgər Zelenski İstanbula getməzsə, Putin bunu dərhal biz istədik, onlar imtina etdi ritorikasını çevirəcək. Əgər getsə, onu şərtlərə yaxınlaşdırmağa çalışacaq. Hər iki halda Kreml öz oyununu oynayır. Bəs Avropanın əlində hansı kartlar qalıb? Putinin İstanbuldakı danışıqlara dair təklifinə cavab olaraq Avropa Birliyi daxilində və xüsusilə Almaniya, Polşa, Litva kimi ölkələrdə Şimal Axını 2 layihəsinin tam və hüquqi baxımdan ləğv olunması məsələsi yenidən ciddi müzakirəyə çıxarılıb. Bu reaksiya sadəcə texniki bir addım deyil. Rusiyaya ünvanlanmış açıq bir siqnal kimi qiymətləndirilməlidir. Əgər Kremlin təşəbbüsü səmimi deyilsə və danışıqlar yalnız zaman qazanmaq üçün istifadə olunarsa, o zaman Qərb də öz təzyiq alətlərini aktivləşdirəcək. Şimal Axını 2 Rusiya üçün yalnız qaz boru xətti deyil. Bu layihə uzun illər Moskvaya, Almaniya və bütövlükdə Avropa ilə xüsusi enerji asılılığı yaratmaq üçün istifadə etdiyi strateji platformalardan biri olub. O həm iqtisadi, həm də geosiyasi alət idi. Moskva bu boru xətti ilə təkcə qaz yox, həm də təsir ötürürdü. Bu layihənin rəsmi şəkildə tam dayandırılması, müqavilələrin ləğvi və infrastrukturun istifadəyə salınması isə Kreml üçün təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ciddi zərbədir. Çünki bu, Avropanın geri dönüş yoxdur mesajıdır. Əgər bu baş verərsə, Rusiya uzunmüddətli perspektivdə öz enerji siyasətində əsas dayaqlardan birini itirmiş olacaq və bu onun Qərb qarşısında diplomatik mövqelərinə də təsir göstərəcək. Bundan əlavə,
Qərbin texnoloji sahədə tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın ən zəif nöqtələrindən biri olaraq qalır. Xüsusilə müdafiə sənayesi, energetika və yüksək texnologiyalar kimi sahələrdə Rusiya hələ də qərb texnologiyalarına ciddi şəkildə ehtiyac duyur. Əvəzləyici mənbələr, məsələn Çin və ya İran bu boşluğu tam doldura bilmir. Çünki Rusiya sənayesinin bir çox istiqaməti konkret qərb komponentlərinə və avadanlıqlarına uyğun qoyulur. Əgər Avropa və ABŞ bu texnoloji blokadanı daha da sərtləşdirsə, bu Kreml üçün iqtisadi və strateji baxımdan daha böyük çətinliklər yaradacaq. Ancaq burada vacib bir şərt var. Bu sanksiyalar yalnız o zaman maksimal effekt verə bilər ki, qərb daxilində siyasi həmrəylik qorunsun. Əgər Avropa ölkələri arasında fikir ayrılığı dərinləşərsə və vahid mövqe dağılarsa, bu Rusiya üçün yeni nəfəs yol açacaq. Putin də məhz bunu ümid edir. Parçalanmış, daxili problemlərlə məşğul olan bir qərb qarşısında mövqelərini qorumaq və zaman qazanmaq. Bütün baş verənlər onu göstərir ki, savaş yalnız tanklar və raketlərlə aparılmır. Bəzən danışıqlar, təkliflər və hətta sadə cümlələr də silah rolunu oynayır. Putin bu silahdan istifadə edir, ustalıqla, məqsədyönlü şəkildə. Qərb və Ukrayna isə indi çox mürəkkəb seçim qarşısındadır. Danışıqlara qoşulma və ya onu rədd etmək. Hər iki seçim risklidir. Amma əsas sual budur. Bu oyun kimə daha çox vaxt qazandırır? Biz isə prosesləri izləməyə davam edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti görüşümüzədək. Fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sağ olun.